sonau asırlardan babalarım. Kolsuzu basmanga, aynalıp dastanga, estilgendi mağa. Solar bolar zamanın vurdaki kökten bek ustav ötken jalanların. Şürегim diril diril deydi, diril deydi, diril diril deydi. Domburan ötündürleydi, şürегim men birge. Мәңгілік рухы тірі deydi, тірі deydi, тірі тірі deydi. Жеткенде біздерге айналды бір жұмбақ күйге. Үстін көрем бабаларым салып кеткен. Үстін көрем даналарым жүріп өткен. Қуанышпен мұндар толқытыңдар неткен өлең. Жабылым абайлар асқан шыңдар оны білем, жолымен келем. Үстін көрем, үстін көрем. Сезем білем көремін бәрінді, бұрын соңды бұны қалай байқамадым. Жырым сырым құбылған әлі де қайта таңырғаным қайталадым. Жүрегім дірілдейді, дірілдейді, дірілдейді. Оларды әлі тірідейді, тірідейді, тірідейді. Қуанышпен мұнда толқытыңда неткен өлең. Жабылым абайлар асқан шыңдар оны білем, жолымен Қуанышпен мұндар толқытыңда неткен өлең. Жабылым абайлар асқан шыңдарын білем, жолымен Ne oldu? Vay vay vay. Deli. Sanat Asuat. Layihə boyu Sanat birinci dəfə idi ki bizə Qazaq dilində bir mahnı səsləndirirdi. Elə ustadlarımız da birinci dəfə onun ana dilində olan ifasına öz rəylərini bildirəcəklər. Məncə sanatla hal-hazırda onu izləyən bütün Qazaxlar belə fəxr edir. Çünki sən fəxr ediləsi bir qızsan, bir müğənnisən, bir starsan. Maşallah sənə. Murad, davam eləyin, buyurun. Sənət sayəsində bizim layihəmiz beynəlxalq status qazana bilər. Çünki yalnız Azərbaycanlıların səsi deyil, müxtəlif ölkələrin istedadlarını da öz adı ətrafında birləşdirməyə qadir olduq. Ayrıca bütün bu internasional rənglərin arasında şəxsən mənim üçün Qazaq rəngləri o qədər doğmadır, o qədər əzizdir. Təşəkkür edirəm bizim layihəyə elə bizi qaytardığın üçün. Tezliklə bayaqdan susan Eldarın da rəyini işləyəcək. Amma sonuncu ustadımız Zülfiyə xanım da rəyini verəndən sonra. Sənətdə bir savaşçı ruhu var. Belə də elə bir sənət səhnədə bir qılıncı çatmır ki, əlinə qılıncını alsın. O qədər o milli ruhda öz ifasını bizə göstərdi ki, mən Qazaxstanda dəfələrlə olmuşam. Çox, lap çoxdandan, 25 yaşından bu günlərə qədər sonuncu dəfədə onların qonaqpərvərliyi, o xalqın, onların musiqini dərindən bilmələri, o milli ruhda olan musiqiləri mənim mat heyran qoymuşdu. Zülfiyə xanım, çox üzr istəyirəm. O qılınc məsələsindən çox uzaqlaşmamış. Qılıncı deyə bilmərəm, amma yaxşı ox atmağı var ha. Doğrudan, mən də...
Deyəsən yay çıxıbdır Oxtan. Təbrik ederim. Nə deyə bilərəm ki? Sağ olun. Çox böyük bir, o qədər ruhlandırdı, o qədər ilham verdi, o qədər bizi, belə də həm bundan öncəki çıxışında sənət bizim, o deyirlər, o tüklərimiz biz qalxdı və bugün də o çıxışı bizə göstərdi. Təşəkkür edirik.